Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Sizlərə Xıralanda mərkəz hissədə parka 2 və 9 saylı məktəbə təzə və köhnə bazara yaxın bir ərazidə ən elit yaşayış komplekslərindən birində 16 mərtəbəli binanın 6-cı mərtəbəsi 96 kvadrat metr sahəsi olan qanuni 2 otaqdan 3 otağa düzəlmə, ipotekaya yararlı, əşyalı, qubçalı bir mənzil çəkib təqdim edirik. Mənzil qonaq ağzalına təqdimat aparırıq. Mənzil yer çəkən skvaznoy bir mənzildir. Video təqdimatda gördüyünüz əşyaların hamısı mənzildə saxlanılacaqdır. Döşəməsi parket bir döşəmədir, əlavə parketdir. Mənzildə çox qısa bir müddətdə ara-sıra belə deyək yaşayış olmuşdur. Mənzilin mətbəxinə keçid burdandır dəyərli izləyicilər. Çox gözəl bir proyekti vardı. 2 otaqdan 3 otağa düzəlmə mərkəzdə də əla təklifdir. Mənzilin görürsünüz belə bir mətbəxi vardı. Bütün avadanlıqlar varsa hamısı qalır. Sistemi kombidir, kombi radiatorun batereya ilə təmin edilmişdir. Mənzilin dəhlizindən təqdimata davam edirik dəyərli izləyicilər. Gözəl bir geniş dəhlizi var. Mənzil çox göz oxşayan səliqəli bir mənzildir. Mənzildə giriş qapısıdır. Daxil olduqda bu hissədə belə bir qardirob şkafı var dəyərli izləyicilər. Və mənzildə yataq otaqlarından birini təqdim edək. Bu sağ tərəfdə bir yataq otağıdır. Burada da gördüyünüz əşyalar var. Alıb rahatlıqla bu mənzili 600 manata da kirayə verə bilərsiniz. Və mənzilin sanitar qovşağı girişdən daxil olduqda qarşı-qarşıya sanitar qovşaqdır. Bütün aksesuarlar da təsis olunmuşdur. Və mənzildə ikinci bir yataq otağı da girişdən daxil olduqda sol tərəfdə ikinci bir yataq otağıdır. Burada da belə bir əşyalar vardır dəyərli izləyicilər. Haçar məndədir. Gün istənilən vaxtı baxa bilərsiniz. Satış hüququ birbaşa olaraq mənə məxsusdur. İpoteka ayrılmış şəxslər də müraciət edə bilər. İpoteka tam yararlıdır, hazırdır. Alıb dərhal köçüb yaşaya bilərsiniz. Hörmətli izləyicilər, əgər sizə Xırdalan və Masazırdayım. Yeni tikili, köhnə tikili apartman binalarda satılıq əmlakınız varsa, mənzil alıb satmaq istəyirsinizsə bizə müraciət edin, biz izləməyə davam edin. Çox sağ olun.